Balalarım, bugün qucağımda tuttuğum kitab adi bir kitab değil. Bu kitab uzun yol gedib, çox əllərdən keçib, çox uşaqların xəyallarını dinləyib. Bu kitab bizə demək istəyir ki, bəzən balaca bir ürək böyük dəyişiklik edə bilər. Bu kitabın içində bir qəhrəman var. O əvvəlcə səhv edir, amma sonra öyrənir və dəyişir. Sizcə bu kimdir? Sıçan. Balaca bir sıçandır. Düzdür uşaqlar. O kitab yemək istəyirdi. Amma kitab ona başqa cür toxunur. Onun qəlbinə toxunur. Qulaq asmaq istəyirsiniz nağıla? Akşin dinləmək istəyirsən nağılı? Bəli. Bəli. Akşin də dinləmək istəyir. İlayda. Bəli. Yaxşı anda başlayaq. Biri var idi, biri yox idi. Uzaq olmayan bir evdə, məktəbimizə yaxın bir evdə, köhnə bir şkafın arxasında balaca, boz tüklü bir sıçan yaşayırdı. Onun adı Çırt-çırt idi. Çırt-çırt çox şıltaq idi, amma bir qüsuru vardı. Hər şeyi gəmirirdi. Dişlərinin niyə var ki, gəmirim də, deyə sevinirdi. O çörəyi gəmirirdi, qələmi gəmirirdi, hətta bəzən stulun ayağını da dişləyirdi. Ev sahibləri təəccüblənirdi. Bu sıçan niyə belə nadinclik edir? Sizcə niyə nadinclik edirdi uşaqlar? Niyə nadinclik edirdi evdə sıçan sizcə? Niyə gəmirirdi hər şeyi? Necə fikirləşirsə İlayda? Niyə yeyirdi ki sizcə? Ac idi. Hələ fikirləşirsiniz? Bəlkə bir məşğuliyyəti yox idi, bilmirdi ki, neynəsin. Neylə məşğul olsun Akşin? Necə düşünürsən? Kefi yox idi. Kefi yox idi. Yaxşı. Baxaq. Bir gün Çırt-çırt şkafın üstündə qalın, tozlu bir kitab gördü. Kitab çoxdan açılmamışdı. Sıçanın gözləri parladı. Vay, bu nə böyük kağızdır. Bunu yesəm günlərlə ac qalmaram. O kitabın küncünü dişləmək istəyəndə kitab birdən açıldı. İçindən rəngli şəkillər, gülən uşaqlar, meşələr, heyvanlar göründü. Çırt-çırt bir anlıq dayandı. Bu nədir belə? Deyə pıçıldadı. Kitabın içindən yavaşca bir səs gəldi. Məni yemə, balaca sıçan. Mən sənə yeməkdən daha qiymətli bir şey verə bilərəm. Sıçan qorxdu. Sən danışa bilirsən? Mən kitabam, dedi kitab. Mən oxuyanlara bilik, sevinç və dostluq bəxş edirəm. Çırt-çırt əvvəl güldü. Mən oxuya bilmirəm axı. Kitab gülümsədi. Şəkillərə baxmaq da oxumağın bir yoludur. Şəkillərə bax, çox şey öyrənəcəksən. Sıçan kitabın səhifələrini asta-asta çevirdi. Bir səhifədə dost olan heyvanlar, o birində kömək edən uşaqlar, başqa birində ağıllı bir sıçan vardı. Çırt-çırt düşündü. Deməli sıçanlar təkcə gəmirən yox, ağıllı da ola bilərlər. O gündən sonra hər axşam kitabın yanına gəldi. Artıq kitabı yemək istəmirdi. Əksinə, onu sığallayır, səhifələrini ehtiyatla çevirirdi. Günlər keçdikcə Çırt-çırt dəyişdi. O əşyaları korlamadı. Başqalarına kömək etdi. Hətta balaca bir pişik balasını təhlükədən xilas etdi. Bir gün evin uşaqları dedi: "Bu evdəki sıçan əvvəlki kimi deyil. Sanki ağıllanıb." Çırt-çırt isə kitabın yanına qayıdıb pıçıldadı. "Sən məni dəyişdin." Kitab sakitcə cavab verdi. Mən dəyişmədim, sənin içində olan yaxşılığı oyatdım. O gündən sonra Çırt-çırt kitabı ən yaxın dostu bildi və hamıya dedi. Kitab yemək üçün deyil, kitab oxumaq üçündür. Nə üçündür kitab uşaqlar? Oxumaq üçün. Bəs birinci Çırt-çırt nə düşünürdü? Bəli, düşünürdü ki, kitab gəmirmək üçündür. Amma sonradan bildi ki, kitab nə üçündür? Oxumaq üçün. Kitabdan biz nəyi öyrənə bilərik uşaqlar?
Aha, başqa nə öyrənə bilərik? Şeirləri, başqa? Bəli. Başqa? Bəli, elə bilib ki, kitab yeməlidir, düzdür. Başqa nə öyrənə bilərik kitabdan uşaqlar? Bəli. Bəli, heyvanların adlarını, sonra başqa. Bəli. Afərin, mehribanlığı öyrənirik kitabdan biz. Başqa nə öyrənirik biz? Zəfər, Nicat, nə öyrənirik başqa kitabdan? Nə? Bitkiləri? Bəli, bitkiləri də öyrənirik əlbəttə ki. Bəs biz keçməmişdik uşaqlar. Soyuq yerdə yaşayan heyvanlar, səhrada yaşayan heyvanlar, keçmişdik bunları. Yaxşı, siz mənə deyin, soyuq yerdə yaşayan heyvanlar hansıları idi? Mor, bəli, düzdür, başqa? Pingvin, ağayı, afərin, sonra? Ağ tülkü, afərin. Bəli, hansı ayı? Qonur ayı yoxsa ağayı? Ağayı. Qırmızı papaq. Qırmızı papaq harda yaşayır, soyuq yerdə? Mən elə bilirdim ki, o meşənin yanında yaşayır. Axı o nənəsinin yanına hardan getdi? Uzaq yoldan, düzdür. Meşənin yanında yaşayırdı, düzdür uşaqlar? Meşədə ki, axı soyuq yerdə olmur, düzdür? Ora Antarktidadır, soyuq yer. Orada yaşayır pingvinlər, mor. Gözəl balalar, bugün biz sadəcə bir nağıl dinləmədik. Biz balaca bir siçanın necə dəyişdiyini gördük. Əvvəl o heç nəyi bilmirdi, səhv edirdi, amma kitab ona doğru yol göstərdi. Kitab siçanı ağıllı etdi, ürəyini yumşaltdı, dünyaya başqa cür baxmağı öyrətdi. Bilirsiniz niyə? Bilirsiniz uşaqlar? Çünki kitab heç vaxt qışqırmır. Kitab heç vaxt qışqırmır, amma həmişə doğru danışır. Siz də bugün kitabxanaya getdiniz. Kim kitabxanaya getdi bugün? Əl qaldırın baxın. Hamımız kitabxanaya getdik. Siz də kitablarla tanış oldunuz orada. Bəlkə bugün hər birinizin qəlbində balaca bir kitab sevgisi oyandı. Unutmayın, kitabı sevən uşaq böyük ürəkli insandır. İndi isə gəlin kitablarımıza söz verək ki, onları qoruyacağıq, sevəcəyik və oxuyacağıq. Gəlin söz verək. Kitablar, biz sizi sevəcəyik. Biz sizi qoruyacağıq. Biz sizi oxuyacağıq. Afərin sizə uşaqlar, afərin. Gəlin özümüzü alqışlayaq. Ona görə alqışlayaq ki, Pinhan. Biz bugün kitabxanaya getdik. Ona görə alqışlayaq ki, bugün biz gözəl bir nağılı dinlədik sizinlə. Afərin sizə.